Vaxtilə Vatikanda əvvəlcə abbad, sonra isə Papa Akademiyasının prezidenti sifətilə çalışan Lemaitre, kainatın yoxdan yaranışı ideyasının elmi nöqteyi nəzərdən tamamilə əsassız olduğunu dərk etmiş və onu ölçüləri lalə toxumu boyda olan atomun böyüməsi ilə kainatın yarandığı ideyası ilə əvəz etməyi lazım bilmişdi. Sonradan astrofiziklər bu ideyanı inkişaf etdirərək, yuxarıda haqqında bəhs edilən atomun böyüməsində başlanğıc sürətin çox böyük olduğunu və astronomik ölçülərlə nəzərdə tutsaq, müqayisədə çox qısa bir zaman ərzində kainatın özünün müşahidə etdiyimiz indiki mənzərəsini aldığını qəbul etmişlər. Müasir astronomiya və astrofizika elmlərində işlədilən böyük partlayış ifadəsi də məhz buradan törənmişdir. Bəzi nəzəriyyəçilər Hubble nəzəriyyəsinə əsaslanaraq kainatın indi də böyüməsini, sonra isə onun orta sıxlığının müəyyən böhran bir həddə çatdıqdan sonra yenidən sıxılaraq kiçiləcəyini söyləyirlər. Amerika alimi Hubble 1929-cu ildə özünün qanununu belə şərh etmişdir ki, kainatda böyük partlayışdan ilkin təkan alandan sonra qalaktikaların uçub biri-birindən aralanaraq dağılışma sürəti onların bizim qalaktikadan məsafəsi ilə düz mütənasiblik təşkil edir. Hubble qanunu müasir kosmologiyanın əsas məhək daşlarından birisidir. Kainatın ilkin anındakı materialının singulyar, yəni onun maddəsinin demək olar ki, sonsuz sıx vəziyyətdə olduğu qəbul edilmişdir. Lakin sonradan onun sıxlığı Planck sabiti vasitəsilə təyin olunmuş və 5,10⁻93 qram bölək kub santimetr həddini aşmadığını qəbul etmişlər. Göründüyü kimi, bu ədəd ağlasığmaz dərəcədə böyükdür və onu təsəvvür etmək çox da asan deyil. Məsələn, maddənin atomun nüvəsinin sıxlığı 10⁻14 qram bölək kub santimetr. Yəni o 1 kub santimetrlik həcmdə 100 milyon ton ağırlığına malik olduğu halda. Planck sabitində göstərilən sıxlıq bundan 10⁻80 dəfə çoxdur. Halbuki astrofiziklərin hesablamalarına görə indiki kainat maddəsinin orta sıxlığı təxminən 3,10⁻31 qram bölək kub santimetrdir. Bu kəmiyyət onun böhran sıxlığından 10 dəfələrlə azdır. Bundan başqa, astrofiziklər kainatın maddəsinin belə bir ilkin singulyar halında onun temperaturunun 10⁻32 Kelvin olduğunu söyləyirlər. Doğrusu, astrofizikanın son nailiyyətləri ilə tanış olduqca, bu sahədə çalışan insanların elm yolundakı fədakarlıqlarına heyran ola bilmirsən. Axı onlar fizika elminin son nailiyyətlərinə əsaslanaraq yaşadığımız bu aləmlərin necə yaranmasını, insanın nələrə qadir olduğunu dərk etmək istəyirlər. Lakin bugünkü kosmologiya bir çox suallara cavab tapa bilmir. Məsələn, kainatın yuxarıda göstərilən atomu haradan gəlmiş, onu nə yaratmış və ya genişlənməsindən qabaq nələr olmuşdu? Kainat maddəsini singulyar vəziyyətə salan hansı səbəb və qüvvələr olmuşdu? Əgər böyük yaradanın iştirakı olmadan belə qüvvələr və səbəblər varmışsa, deməli, kainatdan qabaq kainat var idi. Doğrudanmı kainat gələcəkdə yenidən sıxılıb singulyar hala gələcək və bunun əsas səbəbi böhran sıxlığın qiyməti mi olacaq? Bu və ya digər sualların cavabsızlığı astrofiziklərin özlərini də məyus edir. Onu da deyim ki, söhbətlərimizin birisində astrofizika sahəsində alim olan bir yoldaşdan eşitdim ki, ilkin deyilən o atom maddilikdən tam uzaq olmuş, yalnız və yalnız enerjidən ibarət imiş. Mən hər hansı fiziki qüvvənin və ya buna müvafiq də enerjinin maddi tətbiq nöqtəsinin olmadığı halda necə meydana gələ biləcəyini sual etdikdə, o etiraf etmişdi ki, biz enerjinin və ya sahənin özlərinin nədən ibarət olduğunu hələ axıradək dərk edə bilməmişik. İş gör hansı həddə gəlib çatıb ki, insanların bir qismi yaradanın yalnız və yalnız yaradıcı qüvvədən, yəni beləliklə də ən sonucda mahiyyətcə enerjidən ibarət olduğunu fikirləşirlər. Kosmologların arxalandığı yalnız və yalnız özlüyündə həm də poeziyaya oxşar gözəlliklərlə dolu olan və qələmin işləyib yaratdıqca yaradan mürəkkəb hesablamalar aləmidir.
Ancaq mən deyərdim ki, astronomiya və şöbələri üzrə işləyən mütəxəssislər elm adı altında yeni bir cahiliyyə əsrinin yaranmasında o qədər də günah sahibi deyirlər. Ona görə ki, onların arxalandığı fizika elminin, atom fizikasının ya da ki, kvant mexanikasının özü bərbad vəziyyətdədir. Fiziklər hələ də varlığın, o cümlədən materiyanın, maddənin ən kiçik hissəcikləri olan atomların və onların ünsürlərinin nədən təşkil olunduğunu bilmirlər. Nə cür quruluşa malik olduqlarını, necə hərəkət etdiklərini, nə üçün müxtəlif hissəciklərin gah virtual, gah da real formalara keçdiklərini və s. bu və ya digər hadisənin baş verməsinin əsl səbəblərini tapa bilmirlər və ya məsələləri axıradək tədqiq edib qurtarmayıblar.